Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə 9-cu qrant müsabiqəsinin qalibi olan Simulyasiya ilə Riyaziyyat səfəri layihəsi uğurla yekunlaşıb. Layihə şəhərin Şah İsmayıl Xətai adına 13 nömrəli orta məktəbində Gülnar Hüseynova tərəfindən həyata keçirilib. Keçirilən layihənin əsas məqsədi 7-9-cu sinif şagirdlərinin riyaziyyat fənninə marağını artırmaq, onların analitik düşünmə və problem həll etmə bacarıqlarının inkişafına töhfə vermək olub. Layihəm Simulyasiya ilə Riyaziyyat səfəri layihəsi uğurla keçdi layihə olaraq və layihənin icra mərhələsinə ilk dəfə noyabr ayının 13-ü layihənin açılışı oldu. Açılışda 80-ə yaxın həm valideyn, həm şagird, həm təhsildən qonaqlar, nümayəndələr iştirak etdi. Açılışdan sonra layihənin icrası yanvar ayının 6-sından başladı. Belə ki, layihədə iştirak edir 7, 8, 9-cu sinif şagirdləri və hər qrupda 10 nəfər olmaqla 3 qrup təşkil olundu. Hər qrupda, ümumi qrupda 48 saatlıq təlim təşkil edildi təlimçi tərəfindən və layihənin məqsədi nədən ibarətdir? Simulyasiya ilə Riyaziyyat səfəri layihəsi PET interaktiv alət var ki, həmin alət vasitəsilə şagirdlər riyaziyyatın bəzi mövzularını həm analitik düşünməklə, məntiqi problemlərini həll etməklə, problemin öhdəsindən asanlıqla gəlməklə, yəni bu ardıcıllıqla, bu proqramda işləməklə həyata keçirildi. Layihə çərçivəsində 30 şagirdin iştirakı ilə təşkil olunan riyaziyyat təlimləri müddətində iştirakçılara interaktiv və innovativ yanaşmalar əsasında dərslər təqdim edilib. Təlimlər zamanı müxtəlif riyazi mövzular şagirdlərin daha dərindən mənimsəməsinə və öyrənmə prosesində aktiv iştirakına şərait yaradıb. Uşaqlar məsələn riyaziyyatda məktəbdə tədris olunan funksiya mövzusunu çətin qavrayırdılarsa, bu proqram PET interaktiv alət vasitəsilə, simulyativ alət vasitəsilə o mövzuda o qrafikin açılması, bağlanması, aşağı-yuxarı sürüşməsi istiqamətində gördüyü işlər daha yaxşı yadda qalan oldu. Təlimlər müddətində iştirakçılara həm fərdi, həm də qrup tapşırıqları təqdim olunub. Proses mütəxəssis dəstəyi ilə müşahidə edilib. Bu yanaşma şagirdlərin məntiqi düşünmə, analiz etmə və problem həll etmə bacarıqlarının inkişafına müsbət təsir göstərib. Qeyd edək ki, Simulyasiya ilə Riyaziyyat səfəri adlı qrant layihəsi Gülnar Hüseynovanın artıq ikinci layihəsidir. Ümumilikdə isə bu il Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 nömrəli tam orta məktəbində bu cür 5 qrant layihə həyata keçirilir.